Trend olan Yapon cheesecake-ni hazırlayırıq, amma dietik versiyasını. Lotus heç yerdə tapa bilmədim, heç bir marketdə. Əslində bunu lotus ilə hazırlayırlar. Lotus şirniyyatı ilə. Amma mən hazırlayacağım Yunan qatığı, Greek yoğurt və altın başaq. Dietik versiyasını hazırlayırıq Yapon cheesecake-in. Buna belə. Bunu belə içərisinə qoyuruq. Belə. Bu qədər yaxşıdır. Hazırdır, amma bunu indi yemirik. 24 saat gözlədirik soyuducuda. 24 saatdan sonra da açacağıq, dadına baxacağıq, görək necə olub. Part 2 üçün gözləmədə qalın.